Salam dəyərli izləyicilər, əziz tələbələr, şagirdlər, bütöv riyaziyyat sevərlər. Bugün mən sizə belə bir misal, tənlik təqdim edirəm. Qeyri-adi, məsələn, ağla gəlməz həll üsulla bunun həllini vermək istəyirəm. Yəni, elə həll üsulu bilirsiniz ki, hər bir tənliyin müxtəlif üsullarla həll ola bilər. Bizim məqsədimiz o həllərin içərisindən ən yaxşısını, ən qısasını, ən sadəsini şərh eləməkdir. Ona görə də bu tənliyi yazıram olduğu kimi indi. Yazırıq 1 üstəgəl kök altında 1 üstəgəl kök altında 1 üstəgəl x bərabərdir x. Tənliyi həll edir. Mən əvvəlcə götürüb fx bərabərdir kök altında 1 üstəgəl x funksiyasını götürürəm. Belə bir funksiya. Və göründüyü kimi bu funksiya artan funksiyadır. Artandır. Niyə? Çünki 8-ci sinifdən tabi bilirsiniz ki, bu tip funksiyalar parabola budağıdır. Bax, burada göstərim sadəcə olaraq x, o, y müstəvi üzərində bu sıfırı x bərabərdir, mənfi 1-dir. Mənfi 1-də x-də sıfır olanda y 1-ə bərabərdir. Birdən keçən, bax, belə bir parabola budağıdır funksiya. Deməli, artan funksiyadır. Bunu qeyd elədik. Bunun funksiyanın artan funksiya olduğunu bildiniz. İndi mən götürüb sizlərə misallarda superpozisiya, funksiyanın öz-özünə superpozisiyasını şərh eləmişəm. Yəni, burada mən fx superpozisiyasını tapıram. Bu deməkdir ki, burada x-in yerinə fx-in qiyməti yazılır. Yəni, olacaq 1 üstəgəl kök altda 1 üstəgəl x. Bunu tapdıq. Və mən təzədən bir də alınan bu funksiyanın fx-in özünə nəzərə superpozisiyasını tapıram. fx. Bu bərabərdir. İndi burada da funksiyanın x-in yerinə funksiyanın özünü yazanda alırıq. 1 üstəgəl kök altda 1 üstəgəl kök altda 1 üstəgəl x. Deməli, bizim tənliyimizin sol tərəfi elə bu üçqat superpozisiyaya bərabər oldu. Və burada riyaziyyatdan məşhur bir teorem var. Mən sizə o teoremi deyəcəm və o teoremin köməyi ilə biz tənliyimizi asan bir üsulla həll edəcəyik. Nədir o teorem? Teorem. Əgər y bərabərdir fx funksiyası artandırsa da, onda fx bərabərdir x tənliyinin hər bir kökü fx bərabərdir x tənliyinin də kökləridir. Və teoremin tərsi də doğrudur. Yəni, y bərabərdir fx artan olanda bu tənliyin hər bir kökü fx bərabərdir x tənliyinin də köküdür. Mən deyərdim ki, en sayda superpozisiyadan, funksiyanın öz-özünə en sayda superpozisiyasından alınanda da bu teorem doğrudur. Bu teoremi biz tədbiq eləyək öz misalımıza. Ondan alırıq. Kök altda 1 plus x, fx bərabərdir dedik ki, teoremə görə bərabərdir. X tənliyinin, fx bərabərdir, x tənliyinin də həllidir. Onda bizdə bu fx'in qiymətini yerinə yazsaq, alırıq kök altda 1 üstəgəl x bərabərdir x-ə. Və bu tənliyin hər bir kökü verilən tənliyin dedik, teoremə görə köküdür. Buradan alıram, hər iki tərəfi kvadrata yüksəldirik. 1 üstəgəl x bərabərdir x kvadratına. Buradan da aldım ki, x kvadrat çıxaq x çıxaq 1 bərabərdir 0-a. Bərabərdir 0-a. Aldıq çevrilmiş kvadrat tənlik x1, 2 bərabərdir 2-də 1 üstəgəl çıxaq 1-in kvadratı 1 üstəgəl 4 vur 1. Bu da bərabərdir 1 üstəgəl çıx kök altında 5 bölək 2.
Deməli, x1 bərabər oldu. 1 çıxaq kök altda 5 bölünsün 2-yə. x2 bərabərdir. 1 üstə gəl kök altında 5 bölünsün 2-yə. Tənliyə də baxın, kök cüt dərəcədən kök altda olduğundan, sağ tərəfdə x olduğundan görürük ki, x böyükdür 0 olmalıdır. Deməli, bizim tənliyin həllinin kökünün şərti, kökü bu şərt ödəməlidir, x 0-dan böyük olmalıdır. Burada isə 1 kök altda 5-dən kiçik olduğuna bu mənfi alınır. Deməli, tənliyin yeganə kökü x bərabərdir, 1 üstə gəl kök altında 5 bölək 2 olur. Beləliklə, tələb olunan tənliyin kökü x bərabərdir, 1 üstə gəl kök altında 5 bölək 2. Yeni növ misallarla, maraqlı misallarla görüşənə qədər sağ olun, sağlıqla qalın.